Mövzu 1.2 CIS, yəni coğrafi informasiya sistemlərində coğrafi mövqeyin təyini. Demək, ilk öncə baxaq. Norveç dənizi, dəniz və okeana çıxışı olması qlobal dəniz yük daşımalarında mühüm rol oynamışdı. Bu arada Norveç bilirik ki, Skandinaviya ölkəsidir, yəni Skandinaviya yarımadasında yerləşir. Bax, bu Skandinaviya yarımadasıdır. Burada yerləşir Norveç, İsveç və Finlandiya. Dəniz və okeana çıxışın olması qlobal dəniz yük daşımalarında mühüm rol oynamışdı. Ölkə coğrafi informasiya sisteminin açıqlamasını da yəni göstərir. Coğrafi texnologiyasını, naviqasiyasını və dəniz idarə etmə sistemlərini inkişaf etdirmişdi. Norveç bu sistemi gəmi yük daşımalarında tətbiq edən ölkələrdən biridir. Bəs Norveç dəniz gəmiçiliyində CIS-in əhəmiyyəti nədədir? Norveç gəmiçiliyində deyir ki, dəniz gəmiçiliyində CIS-in əhəmiyyəti nədən ibarətdir? Yəni indi hal-hazırda biz CIS olmadan gəmidir, təyyarədir. Bax, bu istiqamətdə bu nəqliyyat